Kim inanmır özürlər? Mən çox inanıram qeyri-adlar var. Boş şeyler diyeceksin kardeşim. Hiç kimde görmeyip, görmemişik de ama inanırım. Elmir, bir dəfə başıma gələcək, onu deyəcəm mən sənə, narahat olma. Güldürme sen canım abi. Bəlkə qalxaq saat da gec oldu artıq. Məncə də gecdir. Sabah da işdə olacağız. Elmir, burada neymiş? Varsan sen. Ha, Varam, üzvü qıxdı, öldüm ki mən. yaxşısı. Çox səmimi oyunu xoşuma gəldi. Yəni şirdilməmiş, əsl belə yaş dağına uyğun o dialoqu çatdıra bildilər. O xoşuma gəldi. Amma nə göstərmək istədiklərim çatmadı mənim. Bəlkə anlayışlı müsiflərimiz var, buyursunlar. Kimisə, bəli. Sondakı musiqi xoşuma gəldi. Musiqi də nəsə eləmək istəyiblər, elə bir nəsə Amma mən çatdırmaq canıma bir qorxu girdi. Bu musiqinin hesabına da, əvvəldə də miska yazmışlar. Astara buradadır. Uşaqlar, axırda nə deyir orada? Üzvü nə? Üzvü qırxmısan deyir, tanımadım. Orada demək hadisə nədir? O dostumuz əslində qeyri-adi varlıqlara inanmır. Sadəcə biz burada yekunda onun başına gələn, yəni inanmırsan, al bu da sənin başına gələn. Yəni belə bir şey çəkməyə çalışır. Nəsə bir oyun qurmusunuz da. Bəli, bəli, eynən. Əvvəldə qız da deyir ki, yəni başına gələ bilər. Başıma gəlməyib. Sadəcə biz orada videonu çəkəndən sonra biz bu kadrları gecə saat 2-də, 3-də çəkmişik. Özümüz də çəkəndə bir qədər qorxmuşuq. Biz bunu çəkəndən sonra bir qədər əlavələrimiz oldu. Sadəcə vaxt qıtlığı olduğundan biz dedik ki, gərək bunu belə çəkərdik, gah belə eləyərdik. Yəni ağıl ağıldan üstündür, məntiqi ilə Olmuş hadisə əsasında çəkildi. Bəli, bəli, bu başına gəlmiş hadisə. Yəni Olduğu kimi çəkmişsiniz. Yox, mübaliğəli dediyim o. O axırda o Bir qədər qırmızı. şişirdirmə Olmuş var, deyəndə bəli. ki, Rafael müəllim, siz cavan vaxtı, yeniyetmə, uşaq dövründə siz qorxmurdunuz arxamca kimsə gəlir deyə. Mütləq deyil o qırmızı buynuz falan peşmekan. Əslində o mifik variantıdır o qırmızı buynuz falan peşmekan. Amma Quyruqlu da təsəvvür eləyirdi biz də yaradan. məsələn uşaq vaxtı Keşədə deyirdik ki, gəlin gedək gecə qəbirstanlığa. Yəni uşaqlar elə bir yaşınızdır ki, sizin çox qəlizləşdirmisiniz. Yəni istəyirsiniz ki, bizi nəyinəsə təəccübləndirəsiniz, amma sərbəst mövzudur da. Çalışın biraz sadə mövzuları seçin, biraz həyatda baş verən hadisələrdən çıxış eləyərək nəsə bir ssenari yazın. Hər yazılan ssenarini də çəkmək olmur. Hər fikri, hər olmuş hadisəni də həyata keçirtmək, onu film şəklində çatdırmaq olmur, çətindir. Yəni bu bizim başımıza da gəlib, ona görə deyirəm. Yəni sadə bir fikirdə olsun ki, biz anlayaq. Bizə əsas nədir? Sizin oyununuzdur, sizin çılğınlığınızdır, sizin istedadınızdır. Yəni demirik, biz sizdən çox şey tələb eləmirik. Amma ən əsası odur ki, bizə fikir çatsın, oyunumuz çatsın. Bax, yenə deyirəm, orada masa arxasında sizin səmimi söhbətiniz mənə çox ləzzət edir. Yəni öz yaşınıza uyğun, çox gözəl bir diyaloqunuz var idi. Yəni bunu artırmaq olardı, bunu nəsə bir hadisəni danışmaq da olardı. Stol arxasında hadisəni danışmaq. Məcbur deyil göstərəsiniz. Yenə deyirəm, sizin oyununuz, sizin fikirləşdiyiniz ideya əsas odur ki, anlayışlı olsun, bizə çatsın. Çatır, amma siz belə yanaşırsınız, belə. Biraz nöqtəsi yox idi. Yox, mən başa düşürəm. Uşaqlar bizi təcrübələndirmək istəyirlər ki, yəni biz bunu da bacarıq, bunu da... Hələ elə şeylərə tələsməyin. Bir balıcı sadə ilə başlayaq, amma... Afaq xanım. Yenə deyirəm, uşaqlar çox istedadlı uşaqları təbrik edirəm.
Afaq xanım, bəli. Ssenari 2 dəqiqəyə sığışan ssenari deyildi. Yəni hansı bir qrup da eləsəydi belə zəif alınacaqdı. Çünki bilsən məğz bilinmədi nədir, nə ilə bizi təəccüblənir. Hətta o uşaq heç belə o qorxusuna hasara dırmaşır. Məsəl üçün, mən belə şikəst anımla ondan yaxşı dırmaşaram. Bir dənə itin hürüşü ilə ki, o düz divara dırmaşlayam, o qəribəlik ola bilərdi. Və yaxud da ki, bütün həmsi bunları bunun başına gətirən elə oturduğu dostlarıdır, bu ola bilərdi. Nəysə, müvəffəqiyyət gələn səfər yaxşı olsun. İnşallah.